Rusiyanın Afrikada nə qədər əskər saxladığı üzə çıxıb. Məlumata görə qitənin 8 ölkəsində 5000 hərbiçi saxlayan Kreml onları Müdafiə Nazirliyinin tabeliyindəki Afrika korpusuna birləşdirib. Həmin hərbiçilərin arasında Wagner qrupunun üzvləri də var. Ən çox hərbi personal Liviya, Mali və Mərkəzi Afrika Respublikasındadır. Rusiyanın hərbi mövcudluğunun müşahidə edildiyi ölkələr arasında Togo, Burkina Faso, Niger, Nigeriya, Senegal və Benin də var. Bu ölkələrdəki qüvvələrin Rusiyanın əskər çatışmazlığı yaşadığı Ukrayna müharibəsinə cəlb edilməməsi böyük maraq doğurur. Əvəzində Kreml Afrikada hərbi varlığını gücləndirir. Sudanda inşa olunan dəniz bazasının istifadəyə verilməsi ilə Rusiyanın bu coğrafiyadakı üstünlüyünün daha da artacağı deyilir. Rusiyanın Afrikada olması tarixən hərbi, iqtisadi və siyasi sahələrdə müxtəlif münasibətlər və qarşılıqlı əlaqələr şəklində özünü göstərib. Bugün Rusiyanın qitədə hərbi tərəfdaşlıq, ticarət və investisiya imkanları, siyasi təsirləri var. Buradan ordusunu Ukrayna müharibəsinə göndərsə, Afrikadan əlini istəmədən çəkmiş olacaq. Qeyd etmək lazımdır ki, Rusiya hərbiçilərdən əlavə Afrikada ağır texnikaya da malikdir. Məsələn, 2025-ci ilin yanvarında Malidə 7 Rusiya T-72B3 tankı, 5 BMP-3 piyada döyüş maşını və 50-dən çox zirehli maşın olduğu bildirildi. Həmçinin Moskva Liviyada əvvəllər ən azı 14 MiG-29 və Su-24 təyyarəsinin yerləşdiyi strateji əhəmiyyətli aviabazaları yenidən canlandırır. Bəzi analitiklərə görə Moskvanın qitədəki aktivliyinin səbəbi əsasən qərb təsirinin azaldığı məkanlarda yaranan boşluğu doldurmaqdır. Bundan əlavə Rusiyanın Afrikadakı hərbi varlığı ölkənin fərqli maraqlarına xidmət edir və Ukrayna ilə münaqişədən kənar dəyərləndirilir. Yəni Kreml buradakı qoşunları müharibədə əskər çatışmazlığına baxmayaraq istifadə etmir. Analitiklər bunun səbəbini Moskvanın qitədəki uzunmüddətli maraqları ilə əlaqələndirirlər. Ukrayna münaqişəsi başlayandan bir neçə ay sonra buradan bəzi qüvvələr cəbhə xəttinə gətirildi. Wagner qrupunun üsyanından sonra buradakı qüvvələr Afrikaya geri qaytarıldı. Çünki Rusiya sözügedən qitədən uzaqdadır və bir çoxları Wagnerin elit qruplaşma olduğunu düşünür. Bu qüvvələr Kremlin maraqlarına təmənnasız xidmət edir. Rusiyanın bölgədəki hərbi fəaliyyətinə artıq mineral ehtiyatlara nəzarət, hökumət qüvvələrinin hazırlanması və Kremllə müttəfiq olan Afrika ölkələrinə müxtəlif xidmətlərin göstərilməsi də daxildir.